Salam, vloguma xoş gəlmisiniz. Mətbəxdəyəm. Belə anam doğğa bişirib. Mən doğğanı pis sevmirəm. Belə mən şirin də bişirib, bilmirəm nə şirin bişirib. Belə mətbəx buna yumalıram. Mətbəx qabların birinci bunları götürüm, sonra bura başlayaram. Belə buna da yumalıram. Köydəliyəcəyəm, doğğa bişirib. Belə bura sərgəlidir. Buna sodu bu şey olsun, istiliyi geçsin, sonra yığışdıracağım. Bir də çığı da pişirib, sevdiyimini çığı yiyeyim. Elə bu da belə sərgəldir. Buna onsuz da bura gedəcək. Bu bura qalacaq. Bunu sonra qoyarıq. Belə indi buradan götürüyorum bunları. Bura yığaq, qabları götürüm. Getireyim. Hayır, biraz uzun şeyim yoktu. Bunları götüreyim buradan. Birinci qabları silib götürək. Birinci bunları da götürüm silib. Bunu koy belə. Yenlər bunu. Böyle bu şeydi. Bunları şeylerimi götürüm. Bunları serim koyun bura. Ben həmişə bunları serim. O biriləri yiyorum. Qablar yiyorum koyun burada. Öyle buranı yığışdırdım, silib süpürmüşəm. Böyle bu qabları da koyun şeylerimi. Qabları koyun. Bunları koyum yerine. Əsas olanları koyum. Burada da qablı qaçaq almışdı. Koyun. Biraz saçmalıyım. Üzülü sahim. Sonra bunu da koyum yerine. Aşağı koyum. Buna bəsəri gəl. Belə şey oldu. Belə. Bir de kaldı. Bunu da bura koyalım. Böyle bir şey sallıyorum. Koyun, orada kaşıklar kaldı. Bunu silip her koyacağım buraya. Kurusunlar. Burada kaşık maşıkları götürün. O silə də yiyorum. Götürürəm. Hava. Bunları mən yuyum götürüm, sonra şeyləyərəm. Bir tane de bunu böyle təmizləyim. Sonra bu qabları qoyum bura. Qabları bir şeylədim, bitirdim. Bu yudum qoydum bura. Bura qalsın, biraz süzülsün, sonra yesim. Sonra sobanı da sildim. Qazanları da yudum, həyətdə yudum. Bir də qazan yumaq mümkün deyil. Sildim bunu, qoydum, biraz şey olsun, qurusun. Belə mətbəx onsuz da təmiz, mətbəx təmizdir. Dünən elə silib süpürmüşəm buranı. Belə bu da mənim mətbəxim. Belə qabları siləndən sonra da qoyuram ki, biraz da yaxşı qurusunlar. Belə bu da mətbəx videom, vlogum. İnşallah bəyəndiniz. Belə bu gün hətta 2 pərdəni də yumuşam. Sabah qalanları sərəcəyəm. Pəncərələri bu gün də sildim və pəncərələrlə işlərim bitdi. Bayrama yavaş-yavaş hazırlaşmaq lazımdır. Onların 2 dənə pərdəm qalıb, onları da yuyacağam. Bu da belə. Bu da mənim vlogum. Videomu bəyənin və abunə olmayı unutmayın. Sağ olun.